Amerikada biz nələrə əsəbləşirik? Hara getməyindən asılı olmayaraq birinci appointment görüş götürməlisən. İstər sənəd, istər həkim, istər vəkil, istər məktəb, istər insurance, yəni sığorta fərqi yoxdur. Sənin görüşün təyin olunmayıbsa, demək olar ki, orada işi həll eləyə bilməyəcəksən. Restoranda sənə qiymət, yəni hesab $20 ola bilər, amma onun üstünə bəzən service charge və plus bəxşiş də gəlinir və $20 bildiyin yerdən $40-50 ödəyib çıxırsan. Hansısa məsələni həll etmək üçün müştəri xidmətlərinə zəng eləyirsən, bunun üçün 15-20 dəqiqə ancaq robotla danışırsan. Robot bitdikdən sonra nümayəndə gəlsə belə, bir nümayəndədən digər nümayəndəyə fərq var. Yəni qanunlar nümayəndələrə görə fərqlənir. Biri sənin işini həll eləyə bilər, digəri isə deyə bilər ki, ümumiyyətlə belə xidmət mövcud deyil. Amerikada maşınsız yaşamaq mümkün deyil, amma maşını aldıqdan sonra həm aylıq maşına pul ödəyirsən, həm parking pulu ödəyirsən, bunun üstünə hələ bir sığortanın pulu da gəlir. Evdə nəyinsə təmirə ehtiyacı varsa, məsələn biz Azərbaycanda necə eləyirik? Sadəcə olaraq ustaya zəng eləyirik və problemimizi izah eləyirik. Burada belə deyil, mütləq müraciət eləməlisən, onlayn müraciət eləməlisən, problemi dəqiq şəkildə ingilis dilində izah eləməlisən və onlar sənin müraciətini qəbul eləməlidirlər və ondan sonra sənə heç demirlər də ki, haçan gələcəklər, evdə adam olmalıdır, onlara uyğun vaxtda,